Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiyanın dövlət başçılarına Ağdamın Başqərvənd kəndində görülən işlər barədə məlumat verdi. Başqərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 km məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-sində işğaldan azad edilib. Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub. Kənddə zəruri sosial infrastruktur qurulur. O cümlədən inzibati və xidmət binalarının inşası həyata keçirilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq. Kənddə ümumi uzunluğu 35 km olan avtomobil yolları çəkilir. Rabitə sistemi, elektrik, qaz, içməli su və sirkəb suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədi ilə Başqərvənd kəndində alternativ enerjidən istifadə olunacaq. Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Başqərvənd kənd tam orta məktəb barədə də məlumat verildi. Məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq. Burada eyni zamanda akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq. Binanın elektrik təchizatını təmin etmək üçün günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq. Yaşıllıq zolaqları salınacaq. Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoydular. Qeyd edək ki, Başqərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur. Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış oldular. Ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Onlardan 170-i 2 otaqlı, 417-si 3 otaqlı, 145-i 4 otaqlı, 119-u isə 5 otaqlıdır.